Aziz şehit aileleri, aziz programlar, hürmetli iştirakçıları. Çok xahiş edirəm. Bir də sakitliğini yaratmak, inşallah tədbirimiz başlayar. Hər birinizi xoş gördük. Bugün Vətən müharibəsi aləmi çərçivəsində növbəti şəhidimizin Vətən müharibəsi qəhrəmanlarımızdan biri Şəmsəddin Rəcəbin anı günüdür. Bununla əlaqədar toplaşmışıq bura. Vaxt ayırıb gələn hər kəsə, əvvəlcədən həm şəhidimizin valideynlərə adından, həm uzaqımızdan təşəkkürümü bildirirəm. Sağ olasınız, var olasınız. Və istəyərdim ki, qəhrəman şəhidimiz, qəhrəman qardaşımız Şəmsəddin Rəcəbin timsalında torpaqlarımızın azadlığı və canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqənin sükundan yad edək. Allah cəm şəhidlərimizə rəhmət edirsin. Mən xahiş edirəm, burada əyləşən hamı şəhid ailəsi, şəhid olmaların yaxınlarıdır və sakitçilik olsun, çünki sözlər deyiləcək, bizim həm sağlamadır, şəhid ailələrimiz buradadır, həm şifa şəhid ailələri buradadır, şəhid analar, şəhid analar, qonaqlarımızdan sakitçilik olsun ki, hamı dediğimizi hamı eşitləbilsin. İlk olarak istəyirəm məclisə açıq elan etmək üçün hazır söz deyirəm şəhidimizin anında hazırlıqda buyurasın. Bismillahirrahmanirrahim. Bizim ister Azerbaycan'sız bakımdan, bize bakımdan, ister bizi bakımdan, daha şekilde çok İlhamla yazdık özümüze. Yani bu Qarabağ döyüşlerinden ve ilim yanları məktuları, onların adını tələb olmak ve döyüş səviyyəsində, dövlət səviyyəsində, xalq səviyyəsində kesilmişdir. Ve sonra da Qarabağ'a gelen döyüşlərdə bizim sünnətləri və həkimiz oldu Allah'ın böyük. Bunlar bizlere azadlık, üstünlük, aynı zamanda hem zamanında buna göre bütün zamanının hükümetlere bozduğu bunların ikramı saklamak, hürmetini Eydik ve bilmeden onlar cenazeleri olan takdir, diğer bir insanın şehit bakımından, şehit cenazesini değerler. Bu alanı gelip bulunmağa, bunlar beraber olmakla insan üstüne boyunu sürüyorlar. Ama onları tesadüfe karşı değil, hukukla karşı değil. Onlar hemşire kardeşliğine sağlıyorlar. Kıyamet gününde, ahiret gününde bazı insanlar var. Onlara salahiyet verir ki, çünkü sivrilerine cennet var. Onlardan biri Körfez Şahlardır. Bunu sevdiği. Eğer bir valiliği Körfez dünyaya giderse, valiliğini sağladığında, yani 1 yaşında, 5 yaşında, 3 yaşında, 10 yaşında, o uşaklara Allah sana hak verir ki, Allah o çocuklara soru soruyor, onlar zahmetini biliyor. Onlar bir hafta kendine sağlıyor. Onlar gelip bir alıyor. Biz senin cennetini istemek, validelerimizin bizden cennete oturmaya icazı veriyoruz. Allah o köprülerin isteği yerden olmaz, valideleri olarak takdirler, birlikte cennete gidiyor. Bir de şehitler. Şehitler öz valideleri Allah yanında verirler, valideler bizi alırlar. Biz o cennette istemek için bizim hakkımız oluyor. Allah onların duasını
ister dünyada, ister ahirette her biri əzizləri için, ailesi için, valideynləri için, uşaqları için əzizdir. Həm də duasıdır. Şəhidlik İslamda müsəlmanlıqda düzdür. Həmçə Peyğəmbər həmisi İslamın ilk şəhidi olub. Qadınlarda Sümeyyə Alıqman müsəlman şəhidi. Amma Kərbala hadisəsi nəticə, böyük hadis, böyük. İnsanlar böyle 1000 manat, 5000 manat, Kərbala yesin, niyə çünki orada şəhid? Başqa imanlar var, şəhidlər. Amma hamı Kərbala yesin. İnsanlar da olur ki, məntiqlə hamısı orada şəhidlər. Allah'la bazı üzerinde. Namazlarda biz terlimat alıyoruz. Şehit korkağına düzeltsinler, çocuklar bakmak. Çünkü bir namazla başka altın çocuk korkağı, eğer kevral korkağı, ya şehit korkağı olursa şehit korkağı. Allah olmaması sözü olsunlar. Yani sahibi olmazsa işin nasıl olur? Ona göre Allah Allah'tan demişler. Allah şəhidlərin oğlu bizə duası etsin. Ahirdə biz öyrənməkdə biz qoyuyoruz. Allah rəhmət eləsin, Allah onları bilsin. Amma şəhidlər qadıyarında deyir ki, şəhidlər bizə dua etsin. Yəni, çünki biz dualarına qeydilər ediyoruz. Ona görə bu günlər, İslamlar məqsədisi şəhidimizin şəhadət qeyd eləmək üçün Allah hamısından rəhmət eləsin. Allah halımıza düzgün göstermesin. Allah bu günlerde hizmet olanlarımız olsun. Allah bazıları meseleler kaldırsın. Allah Teala ne kadar şimdi gecelerler, dualarlar, yalanlar, geceler, sütlerler, namazlar, her bir yolda olmasınlar. Bu şehirde Allahümme salli ala اللهم بارك في روح المقبولين الشهداء لكن نعلم العظيم بالفاتحه يا بسم الله قل هو الله Allah şəhidlərə rəhmət eləsin. Sözü deyil, yəni deyilmək yalanlar demək haqlamaz. Şəhidlərin bizim boyunda qurulur. Hatta bildirir ki, bir gün onlar bizim bunların ilk bölümünə şahsızla adətlərimiz edilir. Çünki adətlər unudulur. Din adətlərimiz unudulur. Milli adətlərimiz unudulur. Bəzi onlar qabıda tutulur. Qəbüs etmək günahdır. Ayrıca bağlı görmək yoxdur. Ayrıca əlbəsə etmək yoxdur. Ama bu günləri toplum şəklində bunlar yeniden tanınmalıdır. Yəni bu şəhidlər eyni zamanda bu azadlıq müstəqillikdən başqa dinimizlə ilgili baxımdan tanınmalıdır. Son sorular. Sonunda sen şəhidlərimizə rəhmət eləsin. Biz bilirsiniz ki, hər bir şəhid haqqında Şirvan Gəncəyev olaraq bir sənədli film hazırlamışıq. Mən istəyirəm ki, sizlərə söz verməmişdən öncə qəhrəman şəhidimizin bir daha yaxından tanıyan, o haqqında məlumatları bir daha öyrənək. Ondan sonra mən şəhid haqqında söz verəm. Buyurun. Zabradoğlu Dalaşları kəndində anadan olmuşdur. 2007-ci ildə Kamil Quliyev-adına Dalaşları kənd Taxılda Yüksəklik Yolcusu daxil olmuşdur. İdman ərazi olan şəhidimiz 2014-cü ildə Şirvan Əmir İdman kompleksində idmanla məşğul olmağa başlamış, tübəyə üzrə 200 idmanası birinciliyində birinci yerə daxil olmuş və diplomla təmsil edilmişdir. Şəhidimiz Əliyev 2018-ci ildə Şirvan Dövlət İqtisadi və Mühafizə Kollecinə daxil olmuşdur. 2019-cu ildə Tərkib Əmri Qüvvədə çağırılan şəxslərin təhsilini unudaraq Tərkib Qüvvədə yollanmış və Naxçıvan Muxtar Respublikasındakı en sari hərbi sınıfı su kaynaqlı qoşunları sıralarında qüvvələnmişdir. 2020-ci ildə Tərkib Əmri Qüvvə Qüvvəsində başa qoyduqdan sonra hərbi hissədə qalaraq vahid kimi işləməyə başlamışdır.
Əliyev 14 oktyabr 2020-ci ildə vətən müharibəsinə qatılaraq Füzuli, Artıq, Xocavənd, Şuşa haqqında gedən döyüşlərdə iştirak etmişdir. Qorxmazla cəsarətli olan Şəmsəddin döyüş yoldaşlarına da üstün verərək irəliləməyə çalışırdı. Şəhidimiz Şəmsəddin 20 oktyabr 2020-ci ildə Xocavəndin Türk kəndində gedən döyüşlərdə xüsusi şücaətlər göstərərək şəhidlik zirvəsinə uzanmışdır. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab Əmrənin Sərkəniyyətin rəhbərliyi döyüşdə fəaliyyətini görüb, Şuşanın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə məqamları ilə tərtiblənmişdir. Allah rəhmət eləsin. Şəmsəddin timsalına, bütün şəhidlərimizə, qəhrəman qardaşlarımıza. Mən indi söz vermək istəyirəm. Təbii ki, burada Sabirabad rayonunda şəhid ailələri var. Onlar qonaq qismindədir bizim şəhərimizdə. Ona görə istəyirəm bir çox adam sözü onlara verir. Fəzai ata, şəhid atası, xahiş edirəm, bilək sözlərini bildirsin. Çok sağ olun. Hürmetli olanlar, hürmetli şehit valideleri, hürmetli administrasları, herkese salamlar, herkese hoş geldiniz. Can sağlığınızı. Bugünler, hürmetli aparatımızın dediği gibi, şehitlerin gününü ifade şahit olduklarını hakkı sevgilerini dayanır. Bütün resmi közler olan il dönümü kesildi, ben verdim. O cümleden cümlelerden, boşlarından, hamsını kesildi. Müdahası bir aşağıda birinde bir öteşem olur, birinde bir şapkadan olur. Bir efendiler var. Her olmama, ancak eliyle. Bugün şehrimizde anlatan rahmetliyle, onun validelerine, yakınlarına, Nezarətlərin təbirində olmuş, yaxınlarına, valideynlərine səbr edildi. Şəhidlər heç vaxt yolda olmalarının da səbəbi nədir? Yolda olmamış olan hər vaxt yad olunur. Hər vaxt yad olunur, onun haqqında danışılır, xatırələr söylənilir. Şəhidlər Cənab Prezidentin bir sərəncamı ilə İslam səbəbləri deyilənlərində bilir ki, ölümə yetmək, ancaq onlar ölümə yetmək yox, ölümə yetmək fikirləşir. Edəcək, düşmənimizi öldürəcək, təqbil edəcək, qabit edəcək, torpağımızı azad edəcək, ölkəmizi sübürə edəcək, qalanlarımız yaxşı yaşasın deyə, uşaqlarımız yaxşı yaşasın deyə, gələcəkləri yaxşı olsun deyə. Onlar öz şirin canlarından, qanlarından, haklarından, hüquqlarından geçtiler ki, bugünkü günümüz. Bugün Ermeniler kanunumuzu bitmiş etsin. Katı düşmanımız, Ermeni halkı nereler bizden alışveriş edilseler, yani şehit olmasa anlamı yaklaşımı olarak düşman gibi yaşar. Ermenilerin fikri destekler oldu, bunu anladı. Ermeniler evvel Süreçli'deydi, sonra denizden denize gitti. Bugünlerde bazı eğitim stratejisi var. Bunlarda da var, şeyler yetmiyor bu halkın, neşe, tarafı değil. Bu kendisine
gazilerimizin qəhrəman olmağımız sürəsi yolda verməsəydi, güvənlik yerinə biləməsəydi, bax, bunlar bu torbalarımıza gözləyir. Buna da gəlirdi. Burada da o güvənlik hərəkətlərini eləyərdi. Nə biraz var. O olur ki, heç kəs bunu olmalıdır. Geçən günlər. Keçmişə durmanın bir əvəzləri olmadı. Xahiş ederim, siyasetlik yapmasını, söz verilsizse, o bölgesizlik yoluyla konuşulmasını. Dikkatleri kullanırsın. Az vakit, sonra sözlerle danışılmaz. Şehitlerin terbiyatı falan değil, bu için zorla okuyla yazılır. Belki su içmeye, çay içmeye, danışmanlarını, o şehitlerin de terbiyatı gelir. Her şeyi karşı eden, ayrılır, dikkatleri kullanırsın. Üstün bir arası olsun, alın olsun. Şehitlerin terbiyatı her yerde tekrar edildi. Gelir ve şehitler hakkında insanlar yazdığı televizyon sesini, olan vaziyette, şehitler vaziyette, şehitlerin bağları, şehit duvarları, sağlıklı toplumlardan nasıl buluyoruz? Bizim ölçemiz Kemal Prezident'in seferlerden buluyoruz ki, biz muharebeli galibiyeti birliğimize insan. Bir oldu, vahid oldu. Tek oldu, birleştik, muharebeli galibiyeti. Toplumda da böyle. O vakti kanımız değil. Artık bu birliği doğruyu saklamaz. Biz öyle bir coğrafyada yaşayamıyoruz. Her gün, her saat muharebeli galibiyeti olabilir. Biz buna hazır olduk. Hazır olmak gibi bizim yakınlarımız güçlü oldu. Nereden bile her şey böyle. Bu diğer köşe saraylarında bu yapılarda abarmalı. Abarmalı da hiç zamanların birine başlasın. Onların vicdanını yönetsin diye Peygamberler değil. Peygamberler değil nerede? Zaten sevdiği, torbaları sevdiği, kendisi sevdiği. Zaten torbaları sevdiği, burada beş ortasını almasınız. Bize bu uçanlar, şehit olan peygamberlerimiz, bu ufaklar insanlarından geçer. Bizim beş hakkı, beş yazın hakkı yoktur. Sağ olun, dikkatinizi öğrenin. Size de öğrenmesi, Anadolu Sözleşmesi, Sadarat Rayonu Şehit Anaları'nın binaına, burada karşı edilir. Bina. Çok sağ olun, değerli üzerinde sağlamaktan kendisi sağlamak şehit adına bütün şehitler de bakıyor. Arzuların elinde kalan şehitler kalanında bir aracı başlayın. Mekanın cennet ruhu şart olsun. Bugün buraya uçmak sebebimiz Şemsettin balamızın cennetteki 5. gün dönümü. Cennette mübarek eylem. Cennette mübarek eylem. Vücut var, cennette mübarek eylem. Doysuz var. Mekanın cennet ruhu şart olsun. Yani biz analar ne kadar bir dünyada var olsa Allah gözlerimiz yanar yüreğimiz olacak. Çünkü biz analarımıza böyleyebilmişiz. Gəlin başına qismət olmuyor. Mən öz adımdan deyirəm, mən balabat böyüyebilmişim. Evimin tək oğluyum. Çırağım sürüyorum. Evim yaranıp karanlığa kalır. Allah bütün şehitlerine rəhmətə insaf elimlər verir. Allah şehitlerinin mekanı üzerine ruhları şad etsin. Çünkü imam yolu yaparlar. İmamlar kimi torpaq üstündə can verip imam yolurlar. İmam Hüseyin qonaqlar olsunlar. Allah biz aralara onların paltar ki, o çocuk tədbirdə bunu bilir. Bizə birazcık qara paltar çıxarıb, ağ paltar çünkü. Ben onu bilimle söz aldım, dedim ya Cenab-ı Zeynep kardeş haberi gələnlər, kardeşmiş şehit haberi gələnlər. O qara canlıya bir gün, ömründən qədər varsa, kardeş var. O onunla rəsdir. Dedim o sözü bizə deməyin, çünkü biz arada varımsa, bu kara paltar bizimdir. Çünkü balalarımız bizi kara güne koydular. Torduğu aldılar, zəhləri kazandılar,
özləri torpağa qismət oldular. Özləri o zəfərə qismət olmadılar. Biz analara ağ dünya yaşatdılar. Çöldə babalara yaşatdılar. Ancaq biz anaları ağlar günə qoydular. Sözüm çoxdur, danışmamız sözüm çoxdur. Hər yerdə danışıram, gecə gündüz danışıram. Hər səhər açılanda mən onun nalə çəkirəm. Hər külə dağlardan tərəf gələndim, deyirəm, oğlum, bəlkə səsin dağlardan, bəlkə səsin dağlar mən küləyə getirəcək. Çünki oğulsuzam, çünki çarəsizəm. Çünki dayanam çünki çırağım üçün. Mən həmişə deyirəm, çırağı sönən onlara. Allah səbir, öz səbirinə versin. Çünki Allah'ın səbir büyür. Eğer oğlu olanlara diyelim ki siz bizi bağış görmən tək oğul deyirəm. Həmişə tək oğul deyəcəm, tək oğul nalet edəcəm. Arzuları ürəklərində qalır, benim aşkına qismət olmadı. Ev bəzətdirim, bənzəyib indi şəkildən. Hər gün mən ağlarım, hər sabah atılanda, mən o şəkillərlə danışıram. Deyirəm, oğlum, mən nə qədər ömrüm varsa da, mən inanmıyorum ki, mən oğlum cənnəti. Çünki biz bir-birimizi ağlayırıq. Oğullar analara çox bağlıydı. Bir oğul, gəl gözümüzün yaşını sil. Gəl dərdimizə dərman olaraq, bizim dərdimiz dərmansızdır. Bu dərmansız dərdimizə biz analar gedir. Bir oğlum, boyum ucuydu. Oğlum geniş idi. Açıq geniş bunların anı arayanlar, dərmansız dərdimə dərman olunmalar. Dərmansız dərdimə çarə olur. Oğul adı gələndə ürəyinə tak çəkilir. Oğul adı gələndə bir gün ağzında kağıt olur. Allah bizlərə o səbirindən, özündən versin, səbir Allah'ın adıdır. Şəhid Allah'ın adıdır. Yəni bizə belə zirvələrdən bilər. Zirvədə də balalarımız. Balalarımız da belə zirvədəsə biz dözülməzik. Allah dinə səbir, dözüm versin. Ben bu sözü həmişə bilməm. Bir ölüm yatağında can verən zaman, dursa başın üstə əvin təbi olmam, bir çubuğun sən olmanı cəzinə qala, dərdinə dərmanı cəzinə olun, dərdinin çarəsi. Ana, çox sağ olun, çox var olun. Müsabrıqdan gəlmişik, həmişə körək bazmanına qədər varımsa, bana da sağ olsam, biz analar bir-birimizə mən deyirəm, həm ana olan, həm də. Çok sağ olun. Sağ olun. Allah sizə versin. Onlara layıqən analar. Sabrıqlar fərqi yoxdur. Bütün şəhid Azərbaycanlı şəhiddir. Şəhidlər Azərbaycan torpaqları uğrunda şəhid olurlar. Sadəcə ilə burada bir aysizlik olmasın. Yəni Şirvan sabrıqlar deyəndə şəhid yoxdur. Şəhid bütün Azərbaycanlı şəhiddir. Sadəcə olaraq təkrar olaraq ona gəlmək, daima olaraq ad çəkirəm. Şəhid analarının adından binanı danışdı, çox yanıqlı danışdı. Dərdinizə şərik. Başqa kimsə söz vermək istəyərsə, buyursun. Şirvan şəhərinin şəhid anaları adından. Zübrü ana, İbrahman ana. Gəl. İbrahman ana, sən də yapalım. Əziz tədbirçilərimiz, Peyğəmbərə başda olmaqla, şəhid ailələrimiz başda olmaqla, hamımız şəhid ailələri adından köylü bacımıza, qardaşımıza üzümdən başsağlığı verir. Allah balasını yerib cənnət edilsin. Qardaşına, atasına, anasına səbir edilsin. Bugün biz azad torpaqda yaşayırıq, sağ olsun, Ali Başkomandanımıza, döyüşən müsyonkar ordumuza, qazilərimizə, bir də şirin canlarından keçən şəhidlərimizə vurdu. Allah ordumuzu qorusun. Ordumuzu qorusun ki, ordumuzla layiqincə torpaqlarımızı qorusun. Bir də yanı düşmən torpaqlarımıza ayaq açmasın. Allah şəhidlərimizə ruhları şad edilsin. Yenə gələn şəhid ailələri adından Köylü Xanma, Əqil qardaşımıza başsağlığı verir. Allah balasını ruhunu şad edilsin. Çok sağ olun. Allah sizə ruhunuza rəhmət
etsin. Bir şehit Allah rahmet eylesin. Şehit ataları adına rəhmət eylesin. Həmçə alimə bir əsəb verib, bir çağırsa. Ama bakalım şey yaptığında geçse, sonralıkta gelen buralarımız, tam sağlayarak, tam da teşekkür ederek ki, şehit validelerimiz gelen buralarımızda çok koydular. Allah sizlerden razı olsun. Analarımızın gözlerinin şey yapıp, açan bir baktığında, nazır düşman korkularımıza göz dikti. Onlar da bir göz kırpımında, ana hata demeden, bilmeden, haber gelmeden atıldılar o yanlışların üstüne ve analarımızın başına bizim kıyafetlerimizin namusu gerekli çekmek için bir dakika böyle gözlerini kırpmayıp can attılar düşmanın üstüne ve onlara memnun eleyip öz torpaklarımızı azar verirler ki bizim analarımız, bacılarımız, başı değiş bırakmalarımız başımızda olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah hamımızdan razı olsun ki, belə bir günümüzü tutursunuz, bir günümüzün yanında olursunuz həmişə. Çox sağ olun. Çok sağ olun. Allah sana ömür versin. Ben bir şey diyeyim. Anın gününde bir ömürlü şehidimizin lisans süpresi açılır. Yani burada da hem Sabahlıqda da hem Şirvan'da şehit anneleri, qonaqlarımız var. Yenə də kim nəsə belə söz demək istəyirsə, şəhid ailəsinə dəstək bildirmək istəyirsə, buyursun. Əgər yoxdursa, burada Allah qəbul eləsin. Gəl, almə bir gəl. Sənə əziyyət vermək istəməm. Gör, dedim, rəhmətlə danışsın. Sözü çok da uzatmışım. Bunlar oturup kendini anlatırken burada yapmışım bunu. Yani sakalım burada 35. kesinlikle kendini uzatmışım. Bu şeyde zaten Resulullah olan şey en büyük şartlardan çatlarının içine bugün kendini bir daha koyacağım. Nasıl işte? Nece görüşmemiz için burada birçok farklı bir yolu yaşamasını veriyoruz. Sonralarında yaşayan bu da zaten en sonralarında orada görüşmemiz orada şu olduğunu sağlamamış. Anlatırken de anlamda öykü vereceğim. Öykü babasının da bir öykü. Bu sefer de yapmışım. Ben bağlamayacağım. Bu bizim dertimizdeydi. İlk kez boyunca sen de oldun. Hoşçakalın. Bir çok
Bu kafalar kafalarını sonra dinliyorsunuz. Kaç o kafalar gelmiyor. O kafalar fazla dinliyorsunuz. O da fazla dinliyorsunuz. O da fazla şu an planlar yaşamanız. Sağ olun, sağ olun. Bir de sizlere seviyorum. Çok sağ olun Arda Bey. Sizin de böyle bağlısına sizden de məclisimizdə şəhidin sinəsi qəzetinin regional biri hətta iştirak edir. Ona söz vermək istəyirəm və sözləri bildirsin. Sözü olan varsa siz buraya sözlerinizi geçmiş olarak
Sağ olun. Allah sizden razı olsun. Milli Eğitim olarak meclisin maddeli hazır işimali edecektir. Amin. Sallallahu aleyhi ve sellem Kur'an'ın hakimine Muhammed ve hakki Kur'an hürmetli sünneti mübarekti. Amin. Allahümme Allah'ın Muhammed ve Allah'ın Cemil. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rahmanirrahim. Maliki yevmiddin. Ya Rabbi ya Hüseyin. Ehdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim. Ghayril mağdûbi aleyhim ve lez-zâlîn. Bismillahirrahmanirrahim. Kul huvallahu Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme la Allah'ım bundan razı olsun. Allah size şahitler versin. Allah can sağlığı versin. Çok sağ olun.